Sizi verene şükür. Bilirəm, səbirsizlənirsiniz o üzünüzə baxmaqdan ötürü. Amma ondan öncə bir anons deyim sizə. 18 iyulda Nizami Kino Mərkəzində komedi 2 olacaq. Mənim stand-up'ım, sizin hekayələriniz möhtəşəm bir gecə olacaq. Hamınızı gözləyirəm biletlər Aytiketdə və əlaqə nömrəsində gördünüz. Öpürəm sizi, buyurun. O yüz bu yüzdəsiz. O yüz bu yüzdəsiz dostlar. Bugün tam fərqli olacaq o yüz bu yüz. 2 buraxılışını indiyə qədər izləmisiniz. Amma bu tam başqa olacaq. Heç görürsünüz, salamlaşmadım. Çünki deyirlər ki, YouTube alqoritmi tutur. Salamlaşarıq da, nə olub? Bir dəqiqə qaçmırıq ki. Qonağımız Kənan. Çox uzatmıram. Çünki mən soruşsam, necəsən Kənan? 50 dənə cavab verəcək. Nəyə lazımdır? Mənası verər. Ona görə rejissor, aktyor, sonra idmançı, şair, sonra komedyen və s. və ilə axır. İnşallah böyüyəndə nə olmaq istəyirsən Kənan? Yekə. Nə boyda yekə? Yekə. Necəsən? Ya görüşü elə bilərlər küsülük. Xoş gəlmisən. Çox qısa salamlaşacaq amma birazdan. Gecəniz xeyrə, gecə gedəcək. Birazdan yox. Bununla da verilişimiz. Doğrudan Kənan, bu qədər şeylə məşğulsan. Həm rejissorsan, həm aktyorsan, həm şairsən. Şair deyilən də şeir yazanda şair olur. Yaxı nədir yazırsan da və təqdim edirsən, elə təqdim edirsən ki, yəni Güya ki da dəhşət. hə, yəni. Amma sevənlərin də var. Tərəflərinə girmirəm. İdmançısan. Şpaqat aydın məsələndə ondan ayrıca danışacağıq. Şpaqat böyük bir blokdur. Nə qədər mövzu. Çünki nə iş sənin həyatın, bizim də həyatımızın çox hissəsini zəbt eləyib o şpaqat. Ona görə ona ayrıca çəkəcəyik o şpaqata. Hə. Yəni bu qədər iş ki var. Hələ mənim yadımdan çıxan komediyan, sənin özünə məxsus zarafatların var. Şükürlər olsun ki, stand-up eləmirsən, amma istəyirəm bir stand-up eləyəsən. Sən rüsvay olasan ondan sonra biləsən ki, zarafat nə demək. Bu qədər işin qarşısında belə bir kələm var deyirlər. Əgər bir adam özünü 3-4 peşədə peşəkar sayırsa özü, o ya dəlidir. Anormaldır da, anormal. Əslində onun adı başqadır. Anormal. Ya dəlidir, ya da ki dahidir. Mən bildiyim qədər də sən dahi zat deyilsən. Ona görə birinci variantdır. Hələ axtarışdayıq. Mən çox maraqlı bir şey eləmişəm. Sənin üçün çox yaxşı hazırlaşmışam amma səninlə söhbətə. Çünki mən səni məcbur eləyim. Tək-bətək tutmaq istəyirdim mən səni. Fırrıydı belə tuturdum səni. Uzun illərdir sən bu vaxtı gözləyirsən. Səni o qədər axtarırdım ki, Kənanı mən tək harda tutum. Məclisdə də tutanda ailə uşaq olur, tam belə dərin söhbət eləyəmirik. Axır ki, səni bu ona görə də bax bu saatları dəyərləndir. 100%. Və indi bu qədər işlə məşğul olub, hələ də özünü axtaran adama aiddir də bu. Yəni bilmirəm indi yaş zat soruşmayacağam çünki sən həmişə cavansan, həmişə yaşım 50 yaşım oldu. 50. Amma əsas yaş deyil də, yaşayışdır. Heç deməsə. Əslində bildiyim qədərlə yaşayış deyil, bəli. Yəni onun adını çəkməsəydik. Danışmağın heç mənası yoxdur. Və səni özünü tapmağında kömək eləyəcək. Əziz tamaşaçılar, izləyicilər, Kənanı tapırıq. Google-a yazaq. Normalda deyirlər. Normalda deyirlər məsələn, bu aktyor yoxsa bu aktyor. Desən səndən də soruşublar. Yaxşı bir şey deyil o. Yox. Seçim qarşısında İndi bax gör. Yenilik eləyirik. Azərbaycan televiziya məkanında, YouTube məkanında yenilik eləyirik. Getdik. Kapşonlu Kənan yoxsa şair Kənan? Kapşonlu şair Kənan. Yəni bizim seçməyimiz. Belə cavab yoxdur. Kapşon nə edirsən bu şey? O da bu. Hər dağın dalından, hər restoranından çıxdım. Mən kapşonka geyinəcəydim, yadımdan atlayıram, nə yadımdan çıxıb. Şair olmaq genetik bir şeydir. Mövlana deyir ki, yazana baxma, yazdıran var. Və o insana ana bətnində verilən bir şeydir. Heç kim sonradan şair ola bilməz, sonradan rəssam ola bilməz. Səncə olmusan sən? Bəzi şeylər öyrədilə bilməz. Əlbəttə yox. Amma mən ilk xeyir duamı, Allah qəni-qəni rəhmət eləsin, Nüsrət Kəsəmənlidən almışam. Rəşad mənim tələbə yoldaşım olub. Allah rəhmət eləsin. Nüsrət müəllim. Allah rəhmət eləsin. Məhəbbət şairimiz olubdu. Ən xoşladığımız musiqilərin, mətnlərin Nüsrət müəllim yazıb. Çünki sadə və ürəyə toxunanda ilk şeirimi ona oxudum. Baxdı mənə, dedi ki, sən davam elə. Kaş o söz deməz. Ola bilər xətirvə dəyindiyi. Deyib, bəlkə özün zamanla başa düşərsən, amma mən də onun başa düşməyəm. Seçirsən, seçmirsən. Kapşonlu yoxsa, yəni o sənin, ya belə deyək, kapşonlu eynəkli Kənan. O da sənin şəkilləri montajda elə şeylər eləyirsən. 100%. Kapşonlu eynəkli Kənan yoxsa şair Kənan? Əlbəttə şair yox, qardaş. Onun məsuliyyətini daşımaq ciddi bir şeydir. Seçdin. O birisini seçək. Görək, mənə onun qarşısındakı maraqlı deyir. Kapşonlu, eynəkli, xarizmatik Kənan yoxsa rejissor Kənan? Sadəcə rejissor Kənan. Sadəcə rejissor, çünki həqiqətini bildiyim hisslər onun içindədir. Kapşonlu, eynəkli o bir yəni geyimdir də, tərzdə ola bilər də. Tərzdir. Rejissoru seçdim. Bəli. Rejissor Kənan. Seçdim, yox, eləyəm mən. Bəli, sadəcə rejissor Kənan yoxsa aktyor Kənan? Rejissor. Rejissor.
Rejissor Kənan yoxsa komediyan Kənan? Komediya mənim yaxından uzaqdan əlaqəm yoxdur. İndi birazdan sən ora yaxınlaşanda mən səni hissi. itələyəcəm bu tərəfə. Yox, Yumor hissi. ümumiyyətlə sənin yanında o sözün altına girmək, o məsuliyyəti daşımaq tam səmimi deyirəm. Dəfələrlə demişəm ki, dəfələrlə demişəm. Onu çəkin. Yo, valla burada bilsən, mən dürüst insanam, mən çox vaxt düz danışdığımın qurbanı olmuşam. Amma mən bu müsahibələrimin birində demişəm ki, yəni Cem Yılmaz böyük sənətkardır. Amma burada mədəni coğrafiya da var da. Yəni Cem Yılmaz Bizə aid coğrafiya sözsüz ki. Hə, Cem Yılmaz məsəl üçün Naxçıvanda, Yevlaxda doğulsaydı, başqa bir şey olacaqdı da. Amma bizim Cem Yılmazımız, mənim Cem Yılmazım sənsən, Müşfiqdir, Elməddindir, doğrudan deyirəm. Biz bir-birimizi tənqid elədiyimiz qədər bir-birimizə dəstək olsaydıq, mədəni coğrafiya olaraq başqa yerdəydik. 100%. İnşallah ki, onu da haçansa bacararıq. Öpürəm səni. Təşəkkür edirəm. Həqiqətən Öpürəmi telefonda deyirlər də, həqiqətən- imkan olmayanda. Yəni buradayam, istəyirsən öp də. Həqiqətən böyüdüyümü hiss elədim sənin. Zarafat, öpüş məsələsini zarafat eləmişdim. Yox. Baş sponsorumuz Bizondur. Verilişimizin baş sponsoru Bizondur. Bizon güc və iradəni özündə təcəssüm etdirən marka olaraq idman və əyləncə dünyasının liderlərindən biridir. Daima gənclərin qələbə əzmini dəstəkləyən Bizon sponsor olduğu hər layihədə təsirini daha da gücləndirir. Mənim və qonaqlarımın rahatlığını təmin edən bu gözəl, komfortlu mebellər üçün Wood Galeriya sonsuz təşəkkür edirəm. Çəkilişdə bizə göstərdiyi dəstəyə və əməkdaşlığa görə Jet Sinemaya xüsusi təşəkkürlər. Deməli biz qaldıq rejissor Kənanda hələ ki. Hə. Və sona yaxınlaşırıq. Rejissor Kənan yoxsa duyğusal Kənan? Bir gün bir kanalda yola getmədiyim kanalların birində bir prodüser mənə dedi ki, sənin problemin bilirsən nədir? Dedim, nədir? Dedi, sən çox duyğusalsan. Amma onu deyən o bədbəxt başa düşmür ki, sənətçi, rejissor, aktyoru başqa normal insanlardan qeyri-normal edən onun duyğusudur. Bəli. Yəni Stanislavski məktəbini oxumuşuq. Biz də o rəhmətli deyirdi ki, tamaşaçının qəlbini paramparça et, gözündən yaş gətir, divardan divara vur, duyğuları ilə oyna. Amma birinci özün el ol. Birinci özün el olmasın, o qarşı tərəfi o hala sala Sən bilməzsən. hiss eləməsən o hissi ötürə bilməz. Əlbəttə mütləq. Tarantino aktyorlara deyir ki, sözün böyüklüyünə bax, başa düşür nə demək istəyir. Aktyora deyir ki, aktyorluq eləməyin. İnanın. Sən inan, mən sənə inanacağam. Özün inan. Özün inan ki, mən sənə inanacağam. İndi sən duyğunu rejissorluqdan, peşədən daha üstün tutursan. Ayrılmaz tərkib hissəsidir onun. Aha. Ayrılmaz Amma tərkib hissəsi. ikisindən birini seçməyin lazım. Formal Bax, hər xarakterlər. bir insan fərqli-fərqli sənətlə məşğul olan insanlar duyğusal ola bilər. Amma rejissorun, aktyorun duyğusallığı onlardan bir tık öndədir. Ona görə rejissor deyirəm. Rejissor Ha, deyirsən. onsuz da içində duyğu vardı. Rejissor Kənan yoxsa Kənan Mahmud? Toya dəvətnamə gələndə Kənan MM yazılır. İşıq pulunu şeydən ödəyirəm, aptaratdan ödəyirəm. Orada Kənan MM yazılır və atam bir dəfə buna görə məndən incimişdi ki, bala mən sən Mahmud o bir M var, o biri M nədir? O da papamın adıdır. Mahmudov Kənan Mahmudoğlu. Hə. Deyir mən sənə nə etmişəm ki, mənim adım heç yanda səslənmir, amma bunun çox qəribə yaranma bir tarixi var da. Bu MM-i mən seçməmişəm. Ekskluziv o bu üzdə. Kənan MM. Niyə MM? 2M hərfi. Bir dəfə jurnalist mənə sual verdi, bu nə deməkdir? Demişdim Milli Məclis, götürüb elə də yazmışdı. Həqiqətən inanmışdır. Yəni mənim Milli Məclisdən nə əlaqəm var axı? Bəlkə Memar Əcəmi McDonald's desəydim onu yazacaqdım. Mən Bəlkə də ona görə sən hər yerdən söyləyirlər ki, bir bu adam dəfə şey oldu. götürüb özünə- Durub dururkən deputatlarımızı Milli Məclisdən buraxılış elədilər. Ora Photoshopla yazmışdılar, marketlərin adını yazmışdılar. Bir də yazmışdılar Kənan MM. Yəni Milli Məclis. Mən bir əslində necə ilk yarandı? kliplərindən birini çəkmişəm. Bizim bir vəsiqəmiz vardı. Mən kanalda işləyirdim. Kanalların birində işləyirdim. Orada yazılmışdı Mahmudov Kənan Mahmudoğlu. O M-lər üst-üstə yazılmışdı. Montajör yığıbdı klipi. Hazırda indi ad yazmalıdır. Adımı bilir. Orada 2 dənə M olduğumu bilir. Soyadımdan atamın adını xatırlamır ki, nə yazsın. Mənə də zəng vurur, çatmır. Nə yazım? Axı efirə getməlidir. Götürüb yazıb Kənan MM. M.M-də yəni. M.M. Elə yazmışdı. Ondan sonra da elə də qaldı. Fuaddır montajörün adı. Həmişə mənə deyir ki, sən bu brendi mənə borclusan ha. Amma həqiqətən də yəni hekayənin yaranma tarixi bu. yaranma tarixi odur. Vəziyyətdən çıxış yolu olaraq yazılıb, amma səni gördükcə illərdir Bəli. bu adı, bu ləqəbi daşıyırsan. Kənan MM. Axırda hansını seçdin aləndə bir-birinə? Rejissor. Rejissor Rejissor. Kənan və rejissor Kənan yoxsa Kənan MM. Bunlar elə bir format yaradıb ki, yəni
5 barmağı belə tut, Azərbaycanda öndə olan iş görən rejissorların topluğunda varamsa, mən özümü həqiqətən xoşbəxt hiss edirəm. Amma insanların yanaşması fərqlidir. Bir gün maşını parkovka eləyirəm, dedi bunu tanıdın, deyir kimdir, deyir Şpagat açan oğlan. Belə deyənlər vardı. Yəni mən gözümün əlavə işin kimi olur. Gözümün nurun 25 ildir Azərbaycan mədəniyyətini verir. Şpagat açan. Hala bir dəfə sözdür. Tanıdın bunu ki, o toyluka kalpasa satan oğlan. Kalpasa satan oğlan. Orada satmısınız ki kalpasa? Satmamışam. Efirdə bir dəfə demişdim ki, biz özümüz ona kalpasa veririk. Onu da reklam arasında demişdim. Onu efirdə deyə biləcək qədər, yəni kalitədə deyil. Amma sonra o hissə yayıldı da elə bil, hə? Maalesef. Çünki mən özüm də baxmışdım ona. Yeni haki yaratmaq. Deməli, rejissor Kənan məsələdir. Bəli. Halal olsun sənə. Təşəkkür edirəm. İşin sözü bir olur. Yeni işlərinlə bağlı birazdan danışacağıq. O ki qaldı bayaq dedin, özün dedin o şpaqat məsələ. Yenə şpaqat açırsan yoxsa dükanı bağladın? Yox, 7-24. Onun da çox yaranma bir tarix var. Bunu da heç yerdə deməmişəm. 8-ci sinifdə oxuyurdum. Diqqət, eksklüziv. Kənan ilk dəfə şpaqatı necə açdı və bizim həyatımıza girdi. Ən göz həyatda. Niyə belə oldu? O qanlı faciə. 8-ci sinifdə oxuyurduq. Bərk yağış yağırdı, şimşək çaxmışdı. Retro kino teatrı vardı. Həmidə xanım, bir də Ayaz Salayev aparırdı. Bizim dönəm uşaqların yadına gələr. 91-92-ci il idi. Mən 8-ci sinifdə oxuyurdum. Orada Van Damın boksyor filmini göstərdilər. Və mən ilk dəfə orada gördüm ki, insanın ayağı belə olma ehtimalı var. Yəni kim dururkən ayağımı belə eləyim görüm nə qədər gedir. O mənə motivasiya verdi. Ümumiyyətlə Van Damın tək mənim yox, hətta MMA-də, UFC-də vuruşan bir neçə ulduzların həyatında qəbul eləsələr də, eləməsələr də bir başlanğıc nöqtəsi kimi vardı. Bunu dəfələrlə ulduzların dilindən eşitmişəm də. 100% o yeniyetməli dövr. Bəli, qardaş, hardansa bəhrələnirsən. Çünki sən hələ özün mövcud deyilsən bir qəhrəman olaraq. Bir il sonra o filmi təkrar verdilər. Bir ildən sonra mən hazır idim. Kino teatrda getdin ki, yox, bir il sonra Şpaqatda baxdın ona. Şpaqatda baxdım. Gözəl. Amma asan da olmadı, çox çətin ağır. Mən bilirəm, o çığırtılar mənim qulağıma gəlir. Sənin müəllimi vardı yoxsa özün elə bağlayıb dartır? Bu elə bir şeydir ki, onu sənə kənardan müdaxilə olunmalıdır. Çünki hər dəfə harda ağrıyır, orada tərk eləyirsənsə, sən orada qalacaqsan. Bəli, 100%. Az çığırmamısan, mən belə bir yəni belə bir şey deyim. Neçə gün açdın tam? Bir illə. Onun belə rəsmi açılış mərasimi oldu yoxsa? Yox, onda korona idi. Yəni olmadı. Deməli, amma çox çörəyin yemişəm onun. 100%. Həqiqətən burada da, Türkiyədə də çox çörəyin yemişəm. Məncə Türkiyədə savaşçıya yadındadır da, stand-upda da, konsertdə də səndən zarafat elədim ki. Sağ ol, üzün ağ olsun. Doğrudan da adamın əlinə ayağını bax elə yığırlar bax. Heç orada təpiy atmaq üçün darıxırdın, oteldə boş-boş atırdın ki, bunlar mənim bu niyə istedadımı kəşf eləmir. Yox, serialın özündə var idi. Çox gözlədik səni orada savaşdakı. Var idi. Hansı təpəndalından kapşonkada çıxacaqsan. 76-cı bölümdə var idi. Sən 100% təklif eləmsən, deyirək ki, lazımdır. Yox, bölüm elə bir yerdə bitdi ki, bölüm elə yerdə bitib. Tam atacaqdın orada qurtardın. 79-cu bölümdə silahı dayayıb mənə bitib və biz bunun növbəti bölümündə olacağını bilmirik. Şeytan deyir buna bir təpik. Süleyman Çoban çağırdı məni, senarist çağırdı ki, yəni bölüm belə bitib. Biz orada yazırıq ki, özəl qüvvətlərə aid olan bir hərəkətlə qurtarış. Dedim bu mənim hərəkətimdir. Dedim Süleyman bunu eləmə. Süleyman abi, bunu eləmə. Amma həqiqətən də çox sağ olsunlar o sosial şəbəkədə yəni o təpiyi əl atmamısan? Atardın o reportajda tanıqdaran. Hər dəfə 79-cu bölüm gəl gözün qabağına. Təpiyi gəl, atardım orada. Olurdu o travma ilişdiyin yerdə. Yox, razvorot deyirlər, Azərbaycan dilində dönüş. Məncə məsəl üçün adam var uşaqlığın körpəliyindən biznes açır, nə bilim restoran açır. Mən özüm misal son illərdə bilmirəm niyə də veriliş açdım, bağladım, açdım, bağladım, peşman da oldum da. Peşman olduğum da var, olmadığım da. Elə bir an olub ki, şpaqat açmısan sonra gəlib evdə it peşman olmusan ki, şey bunu bu gün lazım deyildi. Bunu hava açdım. Ayda bu gün açacağam. Bu gün açdımsa deməli ki, gün açmalı deyiləm. Üzə düşdüm, açdım, gərək təşləməzdim. Olub elə bir şey. Yox, indi başqa bir şey danışıram. Naxçıvanda İranla sərhəddə olduğumuza görə Naxçıvanların listurunun hamısı bir-birinə oxşuydu, İrandan gəlirdi. Hamı oradan alırdı. İki şey oxşuydu. Qaz balonu, bir də listur. Qardaşıma kameranı vermişəm, 93-cü ildir, universitetdə hazırlaşım. Dedim ki, bəs mən təpiy atım, sən çək. Təpiy atında ayağım dəyir listurun altına, o sınır və qardaşım da çəkir. O sınanda mən onu yığışdırıb atıram da, o kaset qalır. 3 ildən sonra evdəkilər hamı oturub darıxmışıq balamız üçün kasetə baxır. Kasetə baxırlar, o videonu görəndən sonra hamı
sinxron şəkildə listura Hələ bağlı. hələ baxmayıblar ora. Baxmayıblar, elə bilirlər ki, orada elə bir şey olmur da. Azərbaycan sındırıb kənardan təpi ilə. İfşa olundum bax onu. İfşa olundu. Mən sənə bir qardaşına bir biznes təklif eləyim. Şpagat çay evi. Xəncəlxana var. Şpagat çay evi qardaş. Bu dəqiqə məsələn o qədər dəbdir ki. Çay evi. Özdə biri var. Onsuz da bunu açırsan da. Biraz indi məsəl üçün 2 dəfə xahiş eləsəm özdə sağ ol ki, heç kimi də qırmırsan. Əslində çox dəfə nədir? Birini deyəndə mən bu hazıram burada. billah hazırsan. Darıxma. Birazdan olacaq o şpagat. Amma məsələn onsuz da bunu açırsan. Bunu pula çevirmək lazımdır da qardaş. Şpagat çay evi açdın qardaş. Məsəl üçün özün gətirdin. Karta 5 dollar yükləyirsən, baxırsan. Uşaqlar çay gətirdi. Çay qoyanda düz stolun qabağında bir dənə açdın. Həm belə açırsan, həm belə açırsan. Məncə onu Eləyək, ağıllı təklif. Çünki də indən belə o boyda açılışdan sonra onu gərək bağlanmağa qoymayasan. Yox, hara bağlanır o? Çünki doğrudan dedi ki, Sarvat olub bağlanır. sən ayrıca ki belə yatmısan. Buna vaxt açıldı qardaş. Qoşalar öz-özünə gedirdi. Onun çörəyi harda yeyimsən deyirsən? Mətbəxdə. Olsun, nə olsun. Mətbəx bu qeyri-adi bir zarafat idi. Bunu keçdik. Mən səni reklamda görməmişəm. Yox, filmlərdə, seriallarda olub belə bir şeylər. Rəng qatmısan. Bəli. O ilə alov güllələrinin qabağında bir şəklini gördüm. Şükür özünə bir şey olmuyor. Və bu burdaya qaçırlar. Alov güllələri deyildi, ora şeydi, Ağşəhər. Ağşəhərdə ora. Hə, yox, mən elə o binalardan birinə oxşam. Dedim bu gedən yerdə, durduq Ayaq yerdə. gedirdi kürəyə qaşmağa. Durduq yerdə bu nədir bu? Əvvəlki bağlar o deyil, əzərələr atarsan, ayaq da çıxdı getdi. Yenə şükür. Allah ümidinə Yenə şükür. Amma mən sənin yerində olsaydım bunu işlərdən olduğun üçün və şpaqatı bu qədər, yəni bu idmanın ayrılmaz hissələrindən biridir də. O rastiyaşka deyirlər ona. O ayaq açılanda bilirsən ki, adam peşəkar idmançıdır. Onu patentləşdirmən lazım idi. Gecdir. Gör ondan sonra nə qədər şpaqat açan olub. Hərəsindən kartı və ayda bir 7 manat, 8 manat gəlsə. Ayda hansı ayda? İkimizin canı. Noyabr ayı, dekabr ayı. Belə yox, çiynə idi. O zarafatları o kameraya elə. Çünki sənin özünün öz azarkeşlərin var. Həddindən Sonra artıq o kamerada baxıb utanırıq, yoxsa həddindən bundan artıq yumor hissi olan adamın yanında qeyri-adi, bəsit yumordan zarafat edəndə o adam əziyyət çəkir. Sən mənə bu gün əziyyət verə bilməyəcəksən. Ona görə mən ora işləyirəm, sən ora. Minalanmış ərazidə gəzirik. Hava partlayar. Burada hazırlaşırsan bu sözlərə. Yox. Oradan gəlir. Qarşılıq verirəm. İkimizin də hazırlaşmış zarafatlara oxşayır. Məsələn, deyəndə necəsən, həkim zatsan, bu olub axı, düzdür? Hə. Amma səndə bir qəribə səslənir də, bildin necə? Elə həkimsən dedim, yox, mecburatam. Getməyin, sizə yalvarıram, yaxşı verilişdir bu. Heç ora getməyin, xahiş Əslində edirəm. yaxşı verilişdi. Getdik. Böyük. Dayanmır. Adam zarafat maşınıdır. Sadəcə bu istehsalı artıq şirkət geri çağırıb və alıcılardan da üzr istəyir ki, yəni bu bizim şirkətin səhv olub. Və istəyirəm sənə bir dənə çox maraqlı. Bu şeir səninkidir də, hə Kənan? Əvvəl baxışların xoşuma gəldi. Bu Kənanın şeiridir. Sən mənə baxanda vallah ölürəm. Ağlıma gəlməyən başıma gəldi. Allah bəlanı versin. Səni sevirəm. Sən də yazmısan bunu? Xatırlamıram ki. Və durum bunu yazım. İlham pəriləri deyilən bir şey var. O sənə ümumiyyətlə gəlirmi, yoxsa müvəqqəti ödənişlə götürmüsən onları? Çünki onlar istərsən ki, sənə tam sadiq deyillər də. Gəlirlər, gedirlər. İnan sən ən təsirli şeirlər gecələrmi yazırsan? Gecələr yazılır. Gecələr. Ən təsirli şeirlər gecələr yazılır. Ümumiyyətlə yaradıcı insanların ilham pəriləri gecələr aktiv olur. Yəni bunu mən klip çəkən dövrdə, montaj elədiyim dövrlərdə də gündüz otururdun kompüterin qabağına, yəni əlin getmirdi də nəsə eləyəsən. Ən yaxşı ssenarilər gecələr gəlir. Diş ağrısı gecə başlayır, baş ağrısı gecələr başlayır. Yaradıcı adamlarınki gecədir də. Bəli. Həqiqətən elədir. Türkiyədə yaxşı işlər gördün, getdin, çox əla idi. Təşəkkür edirəm. Könül istəyərdi davamlı olsun, olmadı. Yenidən dəvət olmalı idi, o da olmadı. Yəqin ki, indi aydın məsələdir də, bizində Azərbaycan qardaş ölkədir Türkiyə. Amma daha çox aktyor məktəbləri olduğu üçün filan eləmədilər. Mən istəyirəm səni başqa bir bazara təklif eləyək. Gürcüstan, yaşıl bazarı. Yox. Hansı bazarı? Rusiya bazarına. Rusiya bazarı. Bu şeiri mən Azərbaycanca dedim. İstəyirəm öz şeirimi rusca özün deyəsən. Amma duyğu ilə. Hansını? Eyni, bayaq oxuduğum şeiri. Yenidən oxuyum mu o şeiri? Əvvəl baxışların xoşuma gəldi. Əvvəl baxışların tərcüməsi var. Mən Azərbaycancasını oxuyuram. Kənan rusca oxuyub Rusiya bazarına çıxacaq. İndi özü gedəcək, şeir gedəcək, gömrükdə kim ilişəcək, onu gedişata biləcək. Əvvəl
Neçənci ildə yazmısan bunu? 1900 çoxdan. 1900 2011-12 zad olar. çoxdanıncı il yazın. Qabağına da bir xeyli smiley yığın ki. 2008-9 olar belə. 2008-9-da. Uy da çoxdan yazmısan. Əvvəl baxışların xoşuma gəldi. Sən mənə baxanda vallah ölürəm. Ağlıma gəlməyən başıma gəldi. Allah bəlanı versin, səni sevirəm. İndi eyni Budit na Roskin. Bilməmdi. Mən düz dedim, səhv dedim. Alttan musiqi qoyacaq. Ona görə öz məzin dedim. Сначала понравилось мне твой взгляд. Bəh. Bu sinxron tərcümədir, məntiqi tərcümədir. Yox, birə-bir, yəni mənası da etməsin də. Tamam, сначала понравился мне твой взгляд. Сначала понравился мне твой взгляд. Başa düşməyənlər üçün Yox, var. var. Altda yazılır tərcüməsi. Когда ты мне смотришь, я погибаю. Со мной случилось то, чего не ждал. Ах ты, негодница. Негодница. Ala, негодница başqa şeydir. Bilirəm də. O sən ona Allah bəlanı versin şirin demisən, o da dəcəl mənasındadır. Onda şirini idi o. Ах ты, негодница, я тебя люблю, зараза. Sən hiss elədin öz şeirində o. Yox, elə bir Pushkin piyan vaxtı yazıbdı. Bir dənə də onu öz Kənan kimi. Elə oxudum da. Çox rica edirəm səndən. Сначала понравилось мне твой взгляд. Dəli. Когда ты смотришь, я погибаю. Со мной случилось то, чего не ждал. Ах ты, негодница, я тебя люблю. Belə verilişə. Belə verilişə. Olar bir dənə sual verim. Nəyə lazım idi bu hərəkət? Şeir getdi. İndi sən özün nə vaxt gedəsən oralara. Gör indi mən onu yazanda nə? Şeir çıxdı Bakıdan. Şeir Bakıdan çıxdı. Bir dənə gömrüyü falan keçsin. Belə başımıza nə gəlir? Yeni şeirlərin varmı Kənan? Heç yerdə oxumadığın? Heç harda oxumadığım, Yəni paylaşmadığın. çərşənbə axşamı kuxna başında silirdim əlimdən qab yerə düşdü. Atdı xəçəndazı tutdu başımdan, gözümdə çilçıraq get-gələ düşdü. Şeiri mənim deyil. Bunu tələbə vaxtı eşitmişəm kimdənsə. Heç yerdə eşitmədiyim şeir. Və hələ də ona gülürsən tələbə vaxtından bura. Deyən görüm. Beyin çox lazımlı şeydir Kənan. Ora hər şeyi yükləmək Mən olmaz. ondan vergi vermirəm. Ona görə də sərbəstəm. Ora qardaşım hər şeyi saxlamaq olmaz. Ora çünki təmiz qalmalıdır. O nə gəzir orada? Qoyublar qalsın. Filan 5 meşan. Amma öz şeirlərlə istəyirəm o duygusal. Biri var idi o günlərim. Hansı? Baxdım, hardan girmisən o duyğuya? Çox maraqlı gəldi də mənə. İnanırsan mənə də maraqlıdır hansı şeir. Bax, bilirsən hansıdır bu? Ayrıldı. Yox, şeirdir bilmirəm, yoxsa qəlbindən süzülən bir. Ayrıldıqdan sonra dərdini tanımadığı taksi sürücüsünə danışan qızların aha sizi bir gün tutacaq. İnsanı o həddə çağıran, çatdıran O sürmüsənmi taksi? Sən elə bir taksi sürməmişəm, amma inanıram ki, elə bir qadınlar var ki, yəni zəhərini boşaltmaq istəyir, nəsə harasa partlamaq istəyir ki, ən azından başa düşməsə də dinləyən biri olsun. Psixologiyada qadınların xoşbəxtliyi kişilərin xoşbəxtliyinə nisbətdə çox fərqlidir. Məsəl üçün, qadınların nə istədiyini bilən bir cihaz düzəltmək lazım olsaydı, onu heç vaxt bir kişi düzəldə bilməzdi. Çünki qadın həqiqətən özü bilmir nə istəyir. Məsələn, kişi nə istəyir? Sakitçilik. Bəli. Baş sakit olsun. Tapmısan bu sakitçiliyi? O heç vaxt olmayacaq. Bəli. Yəni o heç vaxt heç bir Yəni kimsə deyir tapmışam, deməli özünü alladır da. Yalan deyir. Yalan Yəni deyir. qadınlar olan dünyada sakitçilik deyilən bir şey yoxdur. Həqiqətən yoxdur. Yəni bizim anamız var, bacımız var. Biz bilirik ki, belə bir dünya yoxdur, qardaş. Amma Həzrət Əli deyir ki, qadın insanlığın anasıdır. Bəzi şeylər adamın qabağını kəsir. Çox da şeyliyə bir adam tıncığa bilmir. Amma bilirik ki, belə bir şey mövcuddur da. Məsələn, kişi nə istəyir? Sakit olun, bir dənə maşın, bir dənə ev bəsimdir. Qadının istəyi izlədiyi seriala görə, rəfiqəsinə görə, TikTokdan, Instagramda izlədiyi video blogerlərin yalançı göstərişinə görə dəyişir. Yeni dırnaq modelinə görə dəyişir. Hər şeyə. Mən bir dəfə bir müsahibə demişdim. Bir qadın belə kablok geyəndə sən onun rengini elə, sümüyün orada nə günə düşdüyünü gör. Əgər bir qadın onu özünə eləyirsə,
kişiyə nələr eləməz qardaş. Sən nələr çəkirsən qardaş? 500-600 manat verib makyaj eləyir, sonra rahat-rahat onu silirlər. Yəni çünki öz pulu deyil, başa düşürsən? Hə. Sokratın çox qəşəng bir sözü var, deyir ki, evlənin. Ya xoşbəxt olasınız, ya filosof. Orasını çox möhtəşəm. Amma insanın həyatı qadın tanıdıqdan sonra dünyaya baxışı dəyişir. Sən hiss edirsən ki, həyat tək məndən ibarət deyil, bir məsuliyyətim var. Kənanla bu mövzularda bu qədər Yox, o mövzuda tam ciddiyəm. Maraqlı söhbət eləmək doğrudan da mən tam ciddiyəm. Bura qədər gözləmirdim. Amma çox əla mövzudur. Mən əminəm ki, bu dəqiqə qadınlı, kişilik, xüsusən də ailə həyatı qurmuş olanlar daha diqqətlə baxacaqlar buralarına. Ailə bilirsən nədir? Bəzi şeyləri Səncə sənin məsəl üçün bəyin qura biləcəyi bir sistem yoxdurmu evin içində? Yəni elə bir sistem qursun ki, ən azından o sakitçiliyi az da olsa özün üçün təmin eləsin. Onu deyirəm. Kişinin hekayəsi evə gəlir ha, qapının ağzında başlayır. Dostoyevski deyir ki, anamız bizə deyirdi ki, atanız Yəni dırdır hekayəsindən danışırsan yoxsa prosta hekayə? Deyirəm. Aha. Dostoyevski deyir ki, atanız evə gələndə onunla mehriban danışın. Çünki küçədə, bayırda həyat bərbaddır. Bəli. Oradan gəlir. Sən nə yaşamısan Allah bilir də. Sənin hekayən evdə qapının ağzında qadın tərəfdən necə qarşılandınsa, səhərə qədər elə yaş. Mən bunu bir dəfə demişəm. Bir kişi evdən qaçırsa, səbəbkar qadındır. Bir kişi evə qaçırsa, səbəbkar yenə qadındır. Biz bilsək də, bilməsək də, qəbul eləsək də, eləməsək də, qadınların bizim həyatımızda qan dövranı kimi çox vacib bir yerləri vardır ki, yəni bizi onlar dəyişə bilir. Məsələn, sən bir qadını dəyişmək istəsən, sənin həyatından gedəcək. Amma qadın sənin dəyişmək gücünə malikdir. Bu onu bacarır. Bəlkə də üstün cəhətləri olardı. Subay vaxtı bu fikirlərdə olsaydın ailə qurardın? Bunun ailə qurmaqla heç bir Bilirəm, yox, sadəcə deyirəm. Yəni bunun əgər burada da tərəddüd eləyib bayaqki kimi ürəkli cavab vermisənsə, deməli bir balaca mən sənə bir şey deyim. Şəxsən mən bilsəydim ailə qurmazdım. Bilsəydim bu qədər dərinliyini. Ağır səslənir. Çalışardım qurmayım. Çünki mənim səhnədə başqa cür nəfəs alıram da. Şükürlər olsun bu gün də o rahatçılığı ailə həyatında təmin olunub. Bax, amma ora rahat gəlməmişəm. Onu demək istəyirəm. Mən elə bir insanam ki, yəni mən hal-hazırda mənim kimi insanı bir qadın tərəfindən qəbul etmək də çətin bir şeydir. Asan bir şey də. Çünki o da çox şeyi nəzərə almalıdır, gözə almalıdır. Çünki mən tək həyat yoldaşı olaraq ona məxsusam. Axı mənim evdən bayırda da başqa bir həyatım vardı. İzləyicilər. İzləyici var, sevən var, sevməyən var, şayəsi var, böhtanı var. Sən tanınmış insansansa, sən o qədər məsuliyyət daşıyırsan, o qədər. Bir də xoşbəxt göründünsə qıcıq olan çox olur. Yəni Victor Hugo burada belə deyir ki, sənə nifrət edən insanlar əslində sənin kimi olmaq istəyir. Bəli. Bacara bilmir. O avtoritet kimi baxır sənə. O fan səhifələr var. Onların çoxusu səni sevdiyi üçün deyil ki. Həqiqətən bir analiz eləyin, onların çoxusu səni sevdiyi üçün deyil. Amma məsələ bilirsən nədir? Sən səni sevməyənləri heç vaxt tanımayacaqsın. Amma onlar səni həmişə tanıyacaq. 100%. Onlar səni həmişə tanıyacaq. O cəsarətləri də yoxdur ki, mənim səndən xoşum gəlir. Bax, insanın öz profilinə izləyiciləri heç vaxt pis bir şey yazmır. Gedib başqa yerdə yazırlar. Bu cəsarət məsələsidir. Ya cəsarət məsələsidir, yəni bu vəziyyət budur da. Düppədüz. İndi bu münasibətlərlə bağlı yeni heç harda deyilməyən bir şeyin varsa ki, mən əminəm bu proqramımız çox izlənəcək, buradan paylaşımlar olacaq. Mən o şeiri buradan paylaşmasın və xahiş eləyəcəm ki, bunu burada dediyin o şeirdə başqa da heç bir yerdə. Yox, heç yerdə deməmişəm. İndi yadıma salıram. Belə oxuya da bilərsən. Ayrılıq bəladır. Olmaz qurtuluş. Günəşin tutular, səhərin olmaz. Arada zəng ilə keyfimi soruş. Ölərəm, gedərəm. Xəbərin olmaz. Dodağını dodağına asta vur. Ot töklər dodağından amandır. Belə getmə, ayaq saxla, hələ dur. Ayrılığın tələbləri yamandır. Gözə qapı döyüldü. Elə bildim sənsən. Qapını açdım ki, küləkmiş demək. Bir gün külək kimi qonaq gələrsən, o ətrən ruhuma gərəkmiş demək. Gözlərim yoldadır, səsdə qulağım, xatirən gözümdə pas tutur indi. Sənsiz soyuq gəlir doğma yatağım. O bədbəxt yataqda yas tutur. Yas tutmaq tək həyatından birinin fiziksel olaraq getməsi deyil. İnsan özü-özünü tapa bilmirsə, həyatında bir yas var, bir boşluq var. Eşkən.
Bəli. Veriliş elə bir formatını dəyişdirmək. Yox. Bu da lazımdır. Bu da o yüz. Hər şey lazımdır. O Çünki yüz. hər şey insan duyğusu üçün. Hər şey insan Zarafat əslində çox neqativləri örtbasdır eləyən bir duyğudur. Bəzi şeyləri zarafata salıb Kaş ki deyirsən, ürəkdən o gülər. zarafatı salan başa düşən anlayır, amma bəzi şeyləri həqiqətən ciddi şəkildə demək lazımdır. Məsələn, qadınlarla kişilərin sevgiyə olan münasibəti tam fərqlidir. Kişi bir qadını sevəndə heç vaxt onun keçmişdə elə olub, belə olub, əgər həqiqətən sevirsə, mən qəbul edirəm. Amma kişi hissləri ilə sevir. Amma dünya təcrübəsi, dünya səhiyyəsi, psixoloqlar, filosoflar deyir ki, qadın heç vaxt hissi ilə sevmir, ağlı ilə sevir. Tamam. Qəşəng oğlandı, gözəl oğlandı. Bəs bu gələcəkdə vəssalam. Suallar. Bəs bu gələcəkdə planlı da planlı. ev, maşın, Sevanın brilyant üzüyü var, məndə olmasa ürəyim partlayır. Bu təbii ki, bütün qadınlara, xanımlara istisna deyil, amma bu bir ideologiyadır, bu bir mövzudur və bu var. Çox maraqlı bir sual verəcəm sənə. İstəsən cavab ver, istəsən vermə, istəsən də deyə bilərsən ki, qardaşım, o kəsərsən də Fərdə. Bilirsən ki, xətrin çox əzizdir. İlk sevgin hansı ki, hamımız yaşamışıq. Yəni bu indiki ailə, qurduğumuz ailə həyatından öncə baş verənlərdir də. Qardaş, Amma rahat sevgi, ol, problem yoxdur. İlk sevgi yaşamısanmı və unutmusanmı? Çünki deyirlər unudulmur. Əslində unutmaq istədiyin şey, unutmaq istəmədiyin şey. Şeylərin o çünki mesajdır da, statusun özü bir mesajdır. Paylaşımın özündə bəlli bir iki adamım var. O iki adama görə o boyda milyonlar onu izləyir. Əslində mənim yanaşmam oradır. Çünki tanıdığım adamların paylaşımlarına baxanda onu hiss edirəm. Başa düşdüm, anladım. Yəni şeirlərində o şeylər var, ona görə soruşdum. Bu şeirlər tək sənin öz qəlbinin, öz təcrübəvin duyğusu deyil, Müşahidəndir. Müşahidədir. Biz rejissorluqda oxuyanda müəllimimiz deyir ki, metrodan universitetə gələnə qədər yolda bir hekayə yazın. Bir nəfər səssiz susub oturub onun iç dünyasını yaz. Bu müşahidə sənətidir. Amma əlbəttə ki, içində sənin bir duyğun olmasa, sən nə qədər müşahidən olur olsun, bir duyğun olmasa, yaşandığın bir şey olmasa, sən onu yaza bilməzsən. Əgər sən almanı görməmisənsə, mən sənə almanı izah eləsəm belə, almanın varlığından xəbərin olmayacaq. Birinci onu sən özün görməlisən. Hər halda vardı. İlk sevgiyə qaldıqda isə məktəb vaxtı olubdu. Universitet vaxtı sevəndə başa düşmüşəm ki, yox, mən onu sevmirdim. Sadəcə olaraq hər kəsin həyatında biri vardı, istəmişdim mənim də həyatımda biri olsun. Amma sevgi 40 yaşından sonra kişilərin sevgisi fərqli olur. Hörmətə çevrilir. Məsəl üçün, biz heç bir zaman hörmət etmədiyimiz insanı sevə bilmərik. Deyirlər, sevgi azaldı, bitdi. Elə bir şey yoxdur, qardaş. Sevgi azalmır, hörmət azalır. Biraz hörmət də bilirsən haçan azalır. İnsanlar bir-birini tanıyanda, məsəl üçün, gənclər arasında belə bir şey var da, biz hələ bir-birimizi tanıyaq, sonra tanımayın. Siz tanısaz, qüsurlarınızı görəcəksiniz, onda ayrılacaqsınız. 20 ilin ər-arvadı niyə ayrılır? Ortada böyük uşaqlar niyə ayrılırlar? Bir daha bir şey çıxır. Həqiqətən bilirsən, çünki bir-birlərinin qüsurlarını görürlər yavaş-yavaş. Bu qüsurla sən bir-birini ya qəbul eləməlisən, ya da yola davam eləməlisən. Amma mənim dünyamda belə bir şey var. Bizə səhv edən insanların hamısını həyatımızdan çıxarsaq, mənə elə gəlir ki, biz axırda tək qalacağıq. Çünki biz də kiməsə qarşı səhv edirik. Tək qalmaqdan qorxursan? Tək qalmaq əlbəttə, yəni təklik Allaha məxsusdur. Biz elə bir dünyada yaşamırıq. Məsələn deyirlər, özünlə zaman keçirirsən, onu demək istəyirəm yəni. Ona vaxt yoxdur. Yəni yaradıcılıqla, ssenari ilə, kompüterlə baş-başa qalanda. Çünki elə bir mühitdə, elə bir dünyada yaşamırsan və sən bunu nə qədər arzulasan da bu mümkün olan bir şey deyil. Deyirlər, qəlbi gözəldir, amma dili acıdır. Mən onun qəlbini görmürəm, onun mənə dili lazım. Biz o dünyada yaşamırıq. O qəlbimi qırır, sonra gəlir üzr istəyir. O bərpa olunmaz, yəni ürək ətdəndir. Heç vaxt, heç Mövlana deyir ki, heç vaxt tanımadığın insanın qəlbinin qırma. Çünki o qırdığın qəlb birdən Allahın ən sevdiyi qəlbi olar. Allah səni min yerdən qırar. Hər şey deməli hardan başlayır? Buradan yox, dildən. Bəli, bəli. Gülümsəməkdən. Mən həmişə övladlarıma da deyirəm ki, ən yaxşı, ən xoşbəxt insan gülməyi bacaran insandır, rəftarı gözəl olan insandır. Aynen, gözəl sözdür. Bir insanın, məsələn, adam Ferrari sürür, Fərdə, dəfələrlə görmüşük də. Ferrari sürür, ən bahalı maşın sürür, rulun arxasında belədir, bax. Niyə eləsən sən? Çünki içdən xoşbəxt deyirsən. Çünki rəftarın pisdir. Yerində olmaq istəyən milyon dənə insan var. Adam da var, Prius sürür. Xoşbəxtdir. Çünki bunun fərqində deyil. Onsuz da bu ölkədə, bu asfaltda Ferrari ilə Priusun hörməti əslində yollarda eynidir.
Eyni svetofordasan, eyni probkadasan, eyni radar çəkir səni. Havaya- 50 metr havaya gedib qalxmırsan, yanırsan. bəli, Hara asfalt. gedirsən, hara gedirsən. Məsələ özünü necə xoşbəxt eləməkdəndir. Mövlana nə deyir? Bir insanlar gördüm üstündə paltar yox, paltarlar gördüm içində insan yox. İnsan yox. Nəsə geyməlisən də, baxır özünü necə rahat hiss edirsən. Oxuyursanmı gələn bütün kommentləri bir? Oxuduğum da olur, oxumadığım da olur, amma kommentlərin üzərindən həyatımı idarə etmirəm. Niyə? Çünki o zaman komment yazanın istədiyi həyat kimi yaşayırsan. Öz istədiyin həyat kimi yaşamırsan. Yazdığı şərhlə səni güldürən olub, yadındadır o şərh? Şərh yox, bir gün aeroportda oturmuşam, belə uçuşa çox var. Direktə gələn mesajları oxudum. Sən demə orada istəyə düşən şeylər var. Baxdım ki, maşın şounun vaxtından qalan şeylər var. Mən onda başa düşdüm ki, tanınmış bir insan olmaq çox şeyin məsuliyyətini daşımaqdır. Məsəl üçün primitiv bir şey deyir. Yazıb ki, sən niyə kasıb ailələrə kömək eləmirsən? Qəribə bir sual çıxdı özündən. Buna cavab İstədim verim. yaşayışımı çəkim atım. İstədim buna cavab verəm ki, dedim, hardan bilirsən? Dedi, axı çəkib paylaşmırsan. Bax, Yana. indi Bu da belə yaşadığın, istəyir də. elədiyin bir yaxşılığa sən özün artıq şübhə ilə yanaşsan ki, mən görürsən düz edirəm, düz eləmirəm. Mən bunu niyə çəkməmişəm? Bax, çəkirsən, bir problem. Çəkmirsən, bir problem. Elə bir ki, elədiyin bütün əməllərin açotunu verməlisən. Hesabatını aparmalısan. Həqiqətən. Amma bir dəfə biri yazıb ki, bəs özümə iPad alıram, mənə biraz kömək eləyə bilərsən. Dedim, nə qədər kömək eləmək lazımdır? Yazdı ki, 600 manat. Girdim, baxdım ki, iPad-in qiyməti 650 manat. Bu biraz kömək eləmək deyil də, sənə iPad almaq. Mən iPad ala bilərsənmi? Bu Sonra sual. bəs qızı mənə vermirlər, qardaş, mənlə elçi gələrsən, qızın atası səni çox istəyir. Ay nə var? Getdin? Getmədim, gedərəm, nə bilim çox istəyir, bəlkə heç istəmir, deyir, verəcəydim sənə görə bir şey vermirəm. O hardan? Bir də o yükün altına girmək yaxşı bir şeydir, amma nə xoşbəxt ki, o sənə bir ümid yeri ilə baxırdı. Ən qeyri-adi reklam təklifində olub, bayaq demişdin, onu da Ən deyərlər. qeyri-adi qadın iç geyimləri. Yəni mən onu nətər eləyə bilərəm? Belə ciddi oturdum, fikirləşdim ki, nə eləyə bilərəm? Qadın iç geyimlərini Kənan neynəsin? Səni sevənlərim var. Bu Geyinib şpagat atmayacam ki deyirəm. İnanırsan belə baxırdım görüm hansı qəşəngdir deyə belə ciddi maraqlanırdım ya. Amma şalvarın üstündən birini keçirib Dəhşət. təbii yazar, uçar o. Bilmirəm, bəlkə tutuzdurmaq üçün yazır, ya Bəlkə də olar. IQ-su odur. Bilmirəm ki, qardaş. Demirəm, Icardi ilə şəkil paylaşmışam, yapay zəkada da. Mənə bir parfümeriya verən bir qardaşımız var, yazıb ki, bəs onu gətir dükana. Sənə heç vaxt söz deməmişəm, utanıram da deməyə. Mən də ciddi adama hörmət elədiyim bir şey. Bəs onu gətir dükana, ən bahalı parfümü verəcəyəm. Deyirəm, ən bahalı parfüm nə qədər? Deyir, 700 manat. Deyirəm, adamın büdcəsi 700 milyondur bəlkə də. Sən yapay zəkadır. Sən necə reklam bölüm şöbəsində direktorsan sən? Görmürsən ki, bu yapay zəkadır. Icardi demiş, biz səninlə bu verilişlə növbəti qonaq sən olacaqsan deyə bir şəkil paylaşmışdıq. Kollab dillərdə ona bir yerdə paylaşmışdıq. 2 gün saxladı səhifəsində, sonra onu sildi. Amma Mauro Icardi ilə şəklin qalıb. Icardidən ayıbda. Ayıbdır. Ona görə də o buradakını qoyub. Tərdanı qoyub. Sənin qədrini bilmirəm. Mauro, Icardi ilə nəfəs alırsansa. Bura gələndə sildim. Həqiqətən bura gələndə sildim. Niyə silməm? Niyə siləsən ki? Burada silinməli nə var ki, silmisən? Silinməli o qədər şeylər var, kaş silə bilərdik. Kənan, özünə yaxınlaş. Özünə sev. Özümü yaxın hiss eləmə. Dildə coğrafiyanı yox, adamlarını yox, özdə sevmən lazım. Elə utandım, inanmısan, səncə pis təsir elədi. Bir adım mənə. Tər gəldisə yersən, Xəcalət təri. o tərin də yiyəsi var. İçərdən gördün nə tər? Tələ deyə belə. Dedi ki, hə, davay, buyur. Gecə qonağı birdən Pərvinlə danışdıq onun haqqında. Gecə qonağı birdə pulun zadın az idi. Sağ ol qardaş. Azıdır nə? Yox idi. Amma sizin də böyük bir dəstəyiniz oldu da. Birincidə biraz var idi. Çəkdik. Dedi ki, ikincidə indi gör qardaşın nə eləyəcək də. Hə, ikincidə başı dedi ki, başı pul yox, çəkilirsən. Yox da elə də demədim, nə dəsə razılaşma. Sonra gedib orada dedi ki, Fərda ilə pula görə anlaşmadım. Ortada pul vardı ki, anlaşaq. Ona görə anlaşmadıq da, yox idi, olmayan. Orada belə deməli idim, olmayan pula görə anlaşmadıq. Bəli. Amma sənə bir söz deyim, iki çəkiliş olaraq çox güclü, hə, yeri gəlmişdi, Rəşad operator idi ikini. Amma Rəşad Qarayev, öpürəm səni Rəşad. Birin mövzusu çox qəşəngdir. Birinin hekayəsi. Hekayəsi, mövzusu, duyğusu çox qəşəngdir. Yəni birin texniki tərəfləri yox, yəni əlimizdə olan oydu, amma birin duyğusu, musiqisi, Nalə Mirməmmədli Allah rəhmət eləsin. Üçü çəkərik Kənan. O gecə açıldı o. Özümüz üçün. Gecə açıldı. Səhər açıldılar deyirsən. Gecə açıldı yox. Səhər danışığımı da bilmirəm özü. Sən danışığını bilməyəndən yerə çağırmırsan bura. Gecə açıldı nədir? Hər insanın arzuları var, hər insanın
anidən gerçəkləşdirmək istədiyi bir xəyalı var. Belə bir təsəvvür, balıqdasan, sevirsən balığa getməyi? Yox. Hə, yox. Məsəl üçün balıqdasan, Amma getmişəm bir-iki dəfə. hə, yetərincə xəyallar var, arzular var, qayğılar var filan. Qızıl balıq. Qızıl balıq tutursan, Kənan. Baxırsan, balıq deyir ki, Kənan, necəsiz? Kənan müəllim, Kənan müəllim, keçdik sizin qarmağınıza. Gəldi balıq, balığı çıxarsan qarmaqdan ki, balıq ki, buyur. 3 arzuvu mənə de. Deyəndə, sənə birincini deyəndə balıq əlindən sürüşür, qayıdır girir suya. O balığın dalınca nə deyərsən? Ha, nə demərəm də balığın dalınca. Balıq bu arada nə dildə danışır? Nə istəsən deyə bilərsən, biz ora düz qoyarıq O da. bir dənə anekdot var. Deyir, nə istəsən, deyir 07. İkinci arzu 07, üçüncü arzu 07. Deyir, özün bilərsən, bu 3 dənə 07-ni neyirsən? Deyir, satıb Mercedes alacaq. Öz-özünü əziyyətə salan adamdır o. Doğrudan istəsəydin əgər. Nə istəyərdin? Hə, nə istə? Heç olmasa bir dənə də gedir axı balıq gedir, üstlərindən gedir. Heç olmasa birini. Buna tam ciddi deyəcəm, De. həqiqətən tam ciddi. De qardaş, Mən de. fəlsəfə psixologiyanı çox oxuyuram. Oşonun çox gözəl bir sözü var. Deyir, Oşu da oxuyursan sən. hə, oxumuşam. Oşonun çox gözəl bir sözü var. Deyir ki, ən xoşbəxt insan cəmiyyət tərəfindən anlaşılıb başa düşülən insandır. Xoşbəxtlik də oradan başlayır. Pul, villa falan belə bunlar hamısı boş şey deyil, amma insanı xoşbəxt edəcək təməl deyil. Bu yaxınlarda onu istəyərdim, yəni başa düşmək. Başa düşülməyi Başa istəyirsən. düşülməyi istəyərdim. Məsəl üçün hansı Hər anlamda müzakirə olunmamaq. hər şey də düzdür. Sonra ağzına gələn çək, Yox. ağzına gələn şeyi yaz. İndi biz özümüz haqqında həqiqəti də bilirik də, yəni olduğun yeri də bilirsən də. Tam olaraq məsələn, hansı şeirmi, hansı fikirmi belə düşünürdüm, belə qarşılanacaq. Tam əksi oldu və orada biraz. Qınanmaq var ha. Aha. Qınanmaq tərəfindən müdafiə olunmaq insanın zamanını aparır. Bax sən bilirsən ki, haqlısan. Biz- Hər bir insan öz haqqında həqiqəti bilir. Həzrət Əli deyir ki, əlivin içində firuzə vardısa, belə bağlamısansa, biri kənardan deyir yarpaqdır, biri deyir qumdur, biri deyir qoz qabığıdır. Hərə bir şey deyəcək. Sən rahat ol. Bilirsən ki, firuzədir. Amma biz rahat ola biləcək məqamda olan insanlar deyilik. Nəyəsə görə hər şeyin hesabatını verməyə məhkum olan insanları, sadə insanlardan söhbət getmir, üzlü olan insanlardan. Məsəl üçün Gülbala, Fəxrəddin, Əfladın adında qardaşlarımız belə açıq geyimdə, maykada, şortikdə, əllərində içki belə otursunlar. Onun altına yazacaqlı nuş olsun, halaldır, burat, Yəni yaraşır. gözəl istirahət edir. Sən eləyə bilmərsən. Mən eləyə bilmərəm onu. Yazarlar ki, bəs olmaz da qınanılır. Yəni Niyə eləməyəsən ki onu? Sənin yaşamında. Əgər sən doğrudan da acıq vermək üçün eləmirsənsə onu, kimlərəsə bir mesaj ötürmürsənsə, o sənin istirahətində və sənin haqqındır. Sən məsəl üçün 8 ay, 9 ay, 10 ay çalışmısan, hə, bax burundan gəlmək deyilir onun. bir həftə. Bax o artıq çox pis şey. Deməli, yazılan şərhlər, fikirlər sənin fikrini dəyişə bilir. Yox, Səni zaten idarə elə edə bir bilir. zaten Ha? elə bir həyat yaşayacaq biri deyiləm. Sən sevənlərin, sən niyə sevənlərin üçün yaşamırsan ki? Gizli, qapalı yaşayan şeyəm. Həmişə mən deyirəm ki, ailə bağlı qapılar arasındadır da. Yəni oradakı dava dalaş da, xoşbəxtlik də. Bir gün bir xanım mənə demişdi ki, sənə sual versələr xoşbəxtsən, xoşbəxt olsan da onun maddələrini demə nəyə görə xoşbəxtsən. İnan ki, onu sənin əlindən alarlar, oğurlayarlar. İnsanlara sahib olduğun hər şeyi versin, axırda sənin özünü istəyəcəklər. Həqiqətən. Bu ən çox qadınlarda belədir. Bir Adil Yıldırım var, türk psixoloqu. Deyir ki, qadın istədiyi hər şeyi versən ona, axırda sənin özünü istəməyəcək. Hər şey adilləşəcək çünki. Həqiqətən hər şey adilləşəcək. Bax primitiv bir şey deyim. Korona dövründə Balıqdan istədiyim bir an, çünki sualdan çox yayında. Birinci anlaşılmaq. anlaşılma, başa düşülmək. Bəs 2-3 varmı elə bir maddələrin? 2-3 sənətinlə bağlı olan bir şeydir. Qarabağ haqqında film çəkmək. Yəni məncə o balıqdan istəniləcək bir şey deyil. İnşallah ki, o qismət İndi olar. mövzumuz da var, baxırıq. O başqa mövzudur. Kaş bu sualı mənə verməyəydin, yaralı yerimdir. Üçüncü mövzu isə inanırsan elə bir balıqdan istəyə biləcək, əl çatmayacaq qədər bir arzum yoxdur mənim. Çünki mən sabah deyilən bir şey yoxdur, yəni. Məncə o anlaşılmağı elə balıqdan istəmək Hər şey ordadır. Anlaşılsan, inanırsan bütün daşlar yerinə oturacaq. Hər şey yerinə oturacaq. Və belə bir şey sezirsənmi ki, məsələn, az qalıb. Mən bir başqa cür anlaşılacağam. Az qalıb, çox az qalıb. Onu istəyirsən yoxsa üzmüsən? Ümid çünki yox, insanı yaşadan ümiddir. Yəni ümid sonda ölər. Bu şeylər haqqında çox şeylər vardı. Mən heç vaxt təslim olmamışam. Heç vaxt təslim olmamışam. Yəni insanı ayaq üstə saxlayanda onun arzularıdır. Yaxşı olacaq, yaxşı olacaq. Bəlkə də yaxşı olmayacaq, amma mən onu bilirəm ki,
deyir, bəziləri deyir, "Ya, işləməkdən yoruldum." O qədər işsiz insanlar var. Bunu işsiz insan yanında demək yaxşı bir şey deyil. Evdə oturmaqdan bezdim. O qədər evsiz insanlar vardı. Mən bilirəm ki, bizim bəzən şikayət elədiyimiz həyatın arzusunda olan insanlar vardı. Mövlana deyir, ayaqsız qalmaq Tez-tez yaxşıdır. hiss edirsən o hissi, qayıdırsan ora yoxsa? Əlbəttə. Çünki sözdə hamı bilir onu. Sözdə Əlbəttə, əlbəttə. Hamı onu yaxşı bir məsləhət versin, ağıllı danışsın, amma öz həyatına baxsan ki, heç özü bir dənə Mənə məsləhət verən insanları həyatımdan çox vaxt uzaq tuturam. Mənə var məsləhət verən, var kömək eləyən. Kömək eləyən insanları həyatımda saxlayıram. Məsləhət verməyə qalsa mən özümdən ağıllısını tanımıram. Amma birinci elə o məsləhəti mən özümə verim də. Özümə birinci İmam Əlinin qəşəng bir sözü var. Hər kəs qapısının ağzını təmizləsə, dünya təmiz olar. Özündən başla da. Birinci özündən başla. Hər şey səndən. Həqiqətən. Çünki sən özün də bir dünyasan. İnsan özü bir kainatdır, bir dünyadır. Amma fikrim qaldı o balığın yanındayım. Yenə nə sözün varsa de, qarmaqdır da, sudadır. Fırlanıb gəlib keçəcək. Narahat olma. Elə bir obrazın varmı ki, hansısa bir filmdə? Baxmısan, sonra düşünmüsən ki, kaş bunu özüm oynamazdım. Bunu bax, filan kəs daha yaxşı oynayardı. Məncə mən bunu elə kamera arxasından dayanıb çəkməliydim. Bütün enerjimi ora verməliydim. Elə bir olub və o aktyor kimdir? Ceyhun Mirzəyevin çox gözəl bir sözü vardı. Deyir, mən əslində aktyor olmaq istirdim. Ona görə rejissor oldum ki, rejissorların əlində qalmayım. Bu sözdən sonra mən İncəsənət Universitetinin qabağında seçim elədim. Allah rəhmət eləsin, elə-belə söz deyil. Mənim həyatımı dəyişəcək bir söz. Tarantinonun qəşəng bir sözü var ki, ən yaxşı aktyorlar rejissorlardır. Çünki sən tapşırıq verənsən, sənə tapşırıq verən yoxdur. Mən Dövlət filmində başrolda oynayırdım. Bizim müəllimimiz və rejissorumuz Eldar Quliyev idi. Bir Babək filminin rejissoru desək, Cənub Şərqi desək, bəs eləyərdim. Mənlə filmə çəkilir Fuad Poladov, Qurban İsmailov, Cavan Şiradiyev. Hamısının sənətinin yaşı mənim yaşımdan çoxdur. Və gəlir Eldar müəllim deyirdi, sən burada belə eləməlisən, burada belə eləməlisən. Mən əslində belə edirdim. Tısamızdan iş deyirdi, gedirdi. Mən həm qürur duyurdum, həm də xəcalət çəkirdim onların yanında. Yemək arasında dedim ki, Eldar müəllim, mənə də nəsə deyəndə. Deyir, yox, sən rejissorsan, sən bilirsən. Dedim, yox, nəsə deməyini istəyirəm. Nəsə deyim mənə, tapşırıq. O ki qaldı çəkilməyə, çəkiliş meydançasında 2 yükü daşımaq çox çətindir. Həqiqətən çox çətin olduğunu bildiyim üçün. Məsəl üçün 4 aktyoru başa salırsansa, 5-cini başa salmamaq niyyəti ilə çəkilirsən. Kaş ki aktyor bazamız çox ola, sən oturub sən məcburiyyətdən çəkilirsən onda öz filmlərdə. İnan ki Allaha, doğrudan deyirəm. Çünki baş rolun izahını aparmaq zaman alan bir şeydir. Filmdə okey, zamanım var, amma serialda yəni amma nəyə peşmanam? 80 bölüm bir gündəlik serial çəkdim. Orada çox yoruldum. 80 bölüm. Çox yoruldum. Yəni mental olaraq yoruldum. Gözüm çökdü, yoruldum. Bəzən insan elə bilir ki, elə bir həddə çatırsan, elə bilirsən ki, bəlkə mən ən nifrət elədiyim işlə məşğulam. Həqiqətən. Amma onun da gündəlik olacağını bilmirdi. Sonra reytinq verdi, kanal istədi. Artıq sən başrolsan, oradan heç nə eləyə bilmirsən. Səncə sən gündəlik enerjisini itirəcək potensialda rejissor aktyorsan, yoxsa 6 aydan bir, 3 aydan bir, hər hansı bir filmə güc qoyacaq adamsan? Sən onu təyin eləmisən özündən? 6 aydan, 3 aydan bir daha məntiqlidir. Çünki yaradıcılıq elə bir şeydir ki, o bir depodur da, buradan gəl. Bir yerdən dolmalıdır ki, sən bir şey. Mütləq. Birinci, sənin istirahətin olmalıdır. Sovet dövründə bizə belə bir şey öyrədiblər. Özdə ən çox Sovetlər İttifaqında bunu ruslar üçün yox, qıraq respublikalar üçün belə bir şey vardı. Sənətkar ac olar, aktyor ac olar. Niyə? Sənətkar tox olmalıdır. Çox tuzdurublar ona. Tox olmalıdır. Aktyor teatrın tozunu udmalıdır ki. Niyə? Aktyor niyə toz utsun ki? Yəni? Dünyanın başqa coğrafiyalarında aktyor əlçatmaz bir materialdır. Material əladır. Şekspirin çox gözəl bir sözü var, deyir ki, aktyor tarixin həqiqətləridir. Bu nə deməkdir? Biz Mustafa Zamanini görəndə elə bilirik ki, Həzrəti Yusif belə olub. Rəhmətli Rasim Balayev elə bilirdi ki, Nəsimin belə olubdur. Tarixin həqiqətləri bunlar deməkdir. Gör, aktyor nə böyüklükdə bir şeydir. Aktyor ac olar. Aktyor tox olmalıdır ki, meydançada onun beyli, ailə, məişət, işıq pulu, su pulu orada qalmasın. Milyonçunu oynayan aktyor evə avtobus metroyla getməməlidir. Bəli, qardaş. Çünki o başqa bəli. Dünyadır da, yəni və sən meydançaya ayağını qoydunsa, fiziksel olaraq, ruhsal olaraq, duyğu olaraq ora məxsus olmalısan. Beynin
kənarda. Rejissor olmasaydı kim olardı Kənan? Rejissor, Aktyor olmasaydı. Əslində olmaq istədiklərimin Olmaq istədiyim çoxsunu şeylər eləmişsən, olubdu. Bax, kosmonavt olmaq istəmişəm məsəl üçün. utanmadım prosta. Uça bilmədim. Bunu deməyim hə. Nə? Balerin olmaq istəmişəm mən. Sonra prosto finkada özümü təsəvvür edə bilmədim. Səni mən Ciddi deyirəm. Səni mən ChatGPT-də süni intellektdə düzəldirəm. Eləmə elə. özün dedin. Balerin olmaq istəmirsən. Hə, Balet. Balerin, Ən çox balerun deyirlər, nə deyirlər? Balerun nədir? O tapacam onlardan. Mən də dəqiq bilmirəm çünki bizdə elə yaygın deyil. Balet oynayan kişi, belə Bəli. deyək. Baletçi kişi. Söz tamamlanmır bir-birim, balet oynayan kişi. Sonra yaxşı futbolist olmaq istəmişəm, qapıçı. Qapıçı. Hə. Çünki Dəfələrlə oynamışıq. çünki elə Qapıçı bilir da deyil, elə. Yox, bildiyin- yaxşı dayanırdım da yuxarıda Allah var. Bəzi momentlərdə Çəkili vaxtlarında yox, amma Hə. arıqlayan vaxtlarında yaxşı. bəzi momentlərdə bütün komandanın ümidi sən olursan ha. O duyğu mənim xoşuma gəlirdi. Tapmısan o hardan qalıb? Belə deyirlər axı o. Balacalıqdan mən uçurdum. Körpəliyinə qalıb. Həqiqətən yəni buralarım, dizlərim Kömək, üstündə. hamının köməyinə çatmaq. Bəlkə də hamının qurtarış sözü oradan qurtarış oradan. irəli gəlir ha. Bəli, Həqiqət. qapıçı qurtarışı. Hə. Bizə olmasaydı desəm futbolçu Mən daha bilmirəm yaxşı. nə olardım, amma 100% buna əminəm ki, harda olsaydım, orada da Kənan Əmim olmaq üçün əlimdən gələn çabanı göstərərdim. Çünki ya yaxşısı olmalısan, ya olmamalısan. Mən fokuslanmışam yaxşıya. Öz filmimin baş qəhrəmanı. Bütün filmlərdə Bütün insanlar öz həyatının baş qəhrəmanı olmalıdır əslində. Düpbədüz. Həqiqətən. Məsəl üçün var böyük dənizdə balaca balıq olmaq, var balaca dənizdə böyük balıq olmaq. Mən böyük balıq olmağı seçirəm. Bu günlərim keçdim mənim qırmağıma. O balıq sözü mən yaman təəssüf edirəm. İndi buradan gedib konserv və balıq alıb qoyacam qabağıma. Xırandıq gəldi, çıxdıq yenə də balığa. İstəyirəm hər zaman sən verirsən tapşırıq. Bu gün də bir gənclər üçün master class keçəsən. Aha. 2-3 kəlmədir. Bir dənə o duyğuya girəsən. Telefonun üstündədir. Yox, orada. Telefon sadəcə yanındadır da. Aha. Borcun var. İraq olsun. İmkanlı ailənin evladısan. Sadəcə İraq olsun. borclu adamlardan qaçırsan. Axşam 9-a söz vermisən, axşam saat 11-dir, 12-nin yarısıdır. Çox içmisən və hətta özündən danışmaq mərhələ, o içkinin bir yeri olur. Özündən başlayırsan danışmağa. Bu hansı vəziyyət səni bura gətirdi, özünü günahlandırırsan, arada onları günahlandırırsan. Sən o vəziyyəti al. Tamam, zəng gəlir mənə. Borc gəlir zəng. Zəng eləyən mənəm. Narahatam. Yox, sən zəng elədin də duyğunun içinə də. Yox, bayaqdan yığıram səni, sən götürmürsən. Tamam. Aha. Yaxşı, Rəşad, biraz yaxın çək. Yaxın götür. Rəşad Qarayev. Nə qədər yaxını? Bizim Handa bir filmlərimizin Nə qədər yaxın? quruluşçu operatoru Tamam. Rəşad. Rəşad yaxından film kimi o yüz bu yüzdə ilk dəfədir bunu sınaqdan keçirdirik və çox peşəkar Kənan Əmimlə. Mən niyə girdim o sayta? Hardan alacağım o boyda pulu? Mən niyə girdim o sayta? Arxada qızlar səni tanıyırlar çünki sən çox imkanlı adamsan. Bəhlul deyil bu. Bu niyə çox axır vaxtlar belə çox içir. Özü də tək oturur. Kimdən qaçır bu? Bunu telefonu götürmür. Onu deyəsən. Alo. Hə, qaqaş. Qaqaş nədir Bəhlul? Saat neçədir Bəhlul? Bir saat neçə danışmışıq Bəhlul? 3 gündür fırladırsan. Dən and içmədin Bəhlul mənə. Necə ki sən and içmədin, gətirib çatdıracaqsan. Fərda, yığım da birazdan sənə də. İçki içmisən sən qardaş? Gətir mənim pulumu vermirsən, gedib onu orada-burada restoranda dağıdırsan. Yığaram da mən səni tunelə girəm. Mən sən normal şəxsiyyət edirəm. 8 manata görəm. Axırda gətirir 8 manata bağlayacaqdıq. 18 iyulda Nizami Kino Mərkəzində komedi 2 olacaq. Mənim stand-up'um, sizin hekayələriniz möhtəşəm bir gecə olacaq. Hamınızı gözləyirəm biletlər Artiketdə və əlaqə nömrəsində gördünüz. Öpürəm sizi, buyurun. O yüz bu yüzdəsiz. Kənan, yaxşı ki varsan. Təşəkkür Yaxşı ki edirəm. bizimkisən. Sağ ol qardaş. Elə Çox maraqlı o duyğuları adamsan. mən də sənin üçün şamil edirəm. Nə yaxşı ki bizim üzümüzü güldürən insanlardansan və bu səndə alınır.
özün kimisən. Təşəkkür edirəm. İstər çəkdiklərin, yazdıqların, öz şeylərin, özünə məxsusluğun var. Səni Kənan İmam olaraq Var ol, artıq təşəkkür sevirlər, qəbul edirlər. Mən səni sevənlərə səslənirəm. Kənan İmamımızı qoruyun. Bizimki sən, öpürəm səni. Sağ ol. Səni çox istəyirəm. Minnətdaram. O yüz bu izdəydiniz. Biz onun baş sponsorluğu ilə çox maraqlı bir proqram oldu.